Manqalın bacasının betondan yuxarı olan hissəsinin mövcudundayıq. Hal-hazırda hörgümüz davam edir. Şimdi müəyyən bir səviyyə çatandan sonra gördüyünüz izolasyonlarını quraşdırırıq. Bu altdan yuxarı gələn yuxarıdan aşağı gələn hava axınının arasını kəsməkdən gedir. Manqal istifadə olunan vaxt açılır. İstifadə olunmayan vaxtı bağlı saxlanılır ki, hava dəyişkənliyi olmasın. Artıq manqalın bacasının ölçüsünü yekunlaşdırmaq üzrəyik. Gördüyünüz kimi manqalın artıq izolasyonkasını da quraşdırdıq. İzolasiyonka da ona görə qoyulur ki, otaqda qış vaxtı istifadə olunan yəni istilik sistemi qoşulanda çöl havadan olan soyuq hava otağa daxil olmasın, içərinin isti havası da çıxıb qaçmasın deyə və yaxud da yay vaxtlarında otaqda kondisioner işləyəndə çölün isti havası, içərinin soyuq havası bir dəyişkənlik olmasın. Yəni hava axınının qarşısını almaqdan ötürüdür. Yəni qapalı məkanlarda əgər manqal axını quraşdırılırsa, bu izolasyonkanın qurulması yəni məsləhətdir. Bunun da iş prinsipi nədən ibarətdir? Yəni manqal istifadə olunan hər vaxtlarda gördüyünüz izolasiyonka açılır. Aşağıdan yəni zəncir qarşılarda gördüyünüz izolasyon şaqul istiqamətdə dayanır. Manqaldan istifadə olunur. Daha sonra istifadə olmayan vaxtı zənciri açıb buraxandan sonra